Yaxın əyləşin, yaxın əyləşin. Dostlar, yaxın əyləşin. Bir xəbərim var sizə. Bugün dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür. Mən əlillərimizi, adi əlil və yaxud müharibə əlilləri hər birini təbrik edirəm. İlk öncə Allah şəfa versin. Bizlərin hər birinə belə deyərdim. Çünki mən də müharibə əlaqədar ikinci bilməliyəm. Amma mən o əlil arabasında olan uşaqlar var, anaların əziyyət çəkir. Onları mən təbrikdən çox səbir diləyərdim Allahdan. Çünki inanın ki, mən onları görürəm və o anadır ki, o cür uşaqlara baxır. Təsəvvür edirsiniz. O anadır ki, o uşağını atmır. O cür uşağa baxmaq hər qadının işi deyil. Necə ki, bir çox müharibə əlillərinin, vəziyyəti pis olan müharibə əlillərinin həyat yoldaşları onlara atdı çıxdı dedi. Allah səbir versin sizlərə və bir daha bu gün münasibətilə təbrik edirəm. Əslində əlillərin nəyin təbrik edirəm? Özüm daxil xəsarət almışıq. Açıq gəllə benim travması. Məsələn, mən baş sürüsü və baş sürüsü sol tərəfdə. Yenə də bizi yada salırlarsa sağ olsunlar, salırlarsa.